yarısını bir yerdə keçirirsiniz. O da az vaxt deyil, bilirsiniz. Ünsiyyətdə olursunuz. Ona görə demək olar ki, həyatının çox vaxtını o insanlarla keçirirsən əslində. Onlar sənin ailən kimi olmalıdır. O yüzdən mən fikirləşirəm ki, qrupda mehribançılıq, bu dostluq münasibəti, bu gözəl ünsiyyət və fikirlərinizin bir-birinin tamamlanması qrupun mehribançılığını yaradır. Bəli, və günün neçə saatını sırf musiqiyə həsr edirsiniz. Deyək, səhər başladı, elə bugün başlamışıq, yenə musiqidəsiz, musiqi ifa edirsiniz. Amma belə normal gündə günün neçə saatı sırf o məşq prosesi, gününüzün neçə saatı sırf musiqiyə həsr olunur? 24 saat. 24 saat. Yuxuda da. Gecə gündüz məşq, ifalar. Sizdə bəs, Nəzirə xanım? Yox, 24 saat deyə bilmərəm, amma Teymurun məcazi mənada deməyini mən inanıram. Çünki heç olmasa yatanda musiqini fikirləşmirik. Amma beyində fikirləşirsə, deməli yatanda da o musiqiçilər bir də görürsünüz, öz-özünə haradasa nəsə iş görəndə və yaxud haradansa oxuyurlar. O mütəmadi ağızlarında o ifa eləyirlər onları. Çünki fikirdən musiqi yaranır da. Sən plan qurmalısan ki, sabah nə edəcəksən, hansı musiqini yazmaq istəyirsən, hansı bir mahnını, məsəl üçün mən sevirəm ki, köhnə mahnıları hansı ki, tamamilə yaddan çıxıb. O qədər elə mahnılarımız var ki, onları yenidən canlandırmaq məsəl üçün. Var elə mahnılar repertuarınızda? Bir dənə belə bir mahnımız var. Biz Teymurla onu geçən aranjman elədik. Teymur ona yeni bir nəfəs verdi. Biz o mahnını haradasa necə tapmışdıq? Hə, onu mənim deyəsən bir müəllimim tapmışdı. Çox heç yadımda deyil, çoxdanın məsələsidir. Və o mahnı məni o qədər, nə bilim, qəlbimə toxundu ki, mən Teymura dedim ki, Teymur, heç bu mahnını heç kəs eşitməyib demək olar. Gəl bu mahnını təzdən bir şey yaradaq, nəsə eləyək ki, bunu çıxardaq üzə. Çox gözəl bir mahnıdır. Teymur götürdü, onu gözəl aranjman elədi. Əlbəttə ki, özü gözəl saksafon ifasını bəli orada əlavə etdi. Çox gözəl bir şey alındı. İnşallah bugün qismət olsa onu ifa edərik. İnşallah. Elə hal-hazırda sizdən ifa gələcək. O ifadə yoxsa başqası? Məncə başqa ifadə. Orada Sev mənim mahnısı olmalıdır. Fərqi yoxdur. Hər ifanız gözəldir. Sizdən bir ifa gəlsin, dinləyək. Gəl. Buyurun. Məhəbbət istəyən
Təşəkkürlər. Çox gözəl ifa idi və bu o mahnıdır ki, öncədən aranjman etmişsiniz, daha sonra zamanı gələndə isə təqdim etmişsiniz. Bəli, bu Akif İslamzadə ifasında olub bu mahnı. Çox köhnə bir mahnıdır. Bilmirəm, mənim çox qəlbimə toxundu o mahnı. Sözləri ümumiyyətcə çox mən bəyəndim. Çox bəyəndim hədsiz dərəcədə və düşünürəm ki, çox nazik bir, çox gözəl lirik bir musiqidir. Həqiqətən çox gözəl mahnıdır. Bəli, elə Ayda xanım da mənə baxdı. Çox gözəl ifa. Təşəkkür və çox gözəl bir fikir səsləndi ki, insana sevgi yaraşır. Bəli, hər zaman hər birinizə sevgi, gözəl sevgi arzu edirəm. Yəni içində sevgi olmayan insan nə olursa olsun heç yerdə özünü heç nə ilə göstərə bilmir. Bəli, özünü və heç yerdə də tapa bilmir, öz yolunu tapa bilmir. Teymur bəy, elə ifalar var ki, onları ifa etmişsiniz, amma hələ təqdim etməmişsiniz. O qədərdir ki. Çoxdur, hə, o vaxt var. Hansı ki, aparıcılar üzərində işləyirdi. Səsimi də tam olaraq otuzdurdular və sonunda mən xəbər aparıcısı kimi xəbərləri oxuyurdum. Yəni, üzüm görünmürdü. Bəli, buradan o sevgi qaynaqlandı ki, futbol haqqında layihə hazırladınız mahnı, yoxsa? Musiqi, belə deyim, mən idmanı sevdiyimə görə mənə o müraciət olunanda əslində futbol haqqında mənim Karvan Futbol Klubuna himn yazmışam. Bu hardasa bir 2003-cü, 2004-cü illərdə səhv eləmirəmsə, o vaxt Karvan Futbol Klubu çox populyar idi. Azərbaycanda səs salmışdı. Qısa bir müddət ərzində demək olar ki, həm lider idi, həm də ki, belə az yaşına baxmayaraq, belə deyək ki, ölkə çempionatında liderlik eləyirdi və çox yaxşı həm məşqçidən tutmuş futbolçulara qədər çox peşəkarlara dəvət olunmuşdu. Rəhbərlikdən söhbət düşəndə dedim, himn olsaydı bu komanda maşallah elə vüsət alıb gedir, hər şey əla. Bilərsən, edə bilərsən, sən yaza bilərsən. Dedim, niyə yazmıram? Niyə yazmıram ki? Çünki futbolu sevirəm. Bilirəm nədən oxumaq lazımdır, hardan oxumaq lazımdır. Sözlər, özüm də filoloq olduğuna görə sözləri yaxşı bilirəm. Musiqini də bilirəm, sözü də bilirəm, idmanı da bilirəm. Bilirəm, mən olmasın. Amma ki, həqiqətən bildiyim bir işi görəndə onun nəticəsini də görürsən və özü yaxşı nəticəsini görürsən. Və o vaxtlar elə onlar təklif elədilər ki, bəs Aygün oxusun. Mən dedim, lap əla. Aygün Kazımova ilə o vaxt mənim bir mahnım var idi. Onsuz da Oğlanlar adlı bir mahnımı ifa eləmişdi, səhv eləmirəmsə. Sonra növbəti bu mahnı oldu. Dedim, lap yaxşı, Aygün Kazımovanın səsinə uyğun eləyərik. Elə ona uyğundur qəşəng bir futbol klubuna Karvan Futbol Klubunun himnini yazdım. Himnini yazdınız və bir neçə ifalar da olub ki, bizim dəyərli müğənnilərimiz onları hər birini səsləndirir. Bəli. Mətanın İskəndərli sevdirə bilmədim özümü sənə mahnısınız. O çox gözəl mahnı. Hə, sevdirəm. İlləri hitidir, nə qədər elə oxuduqca oxunur. Samir Bağırovun elə sənsizlik, indi axtarıram All Star Band, bizim tanışdığımızın əsas səbəbi olan axtarıram mahnısı. Almaz Ələsgərova bir 8-ə yaxın mahnımı oxuyub, İlk məhəbbətim, Seviriləm Söyrə, Sevgi Bayramı, çox mahnılarım. Qəşəng mahnılardır, hə, şükür Allaha ki, yəni musiqi zövqün əgər formalaşıbsa, qaynaq yaxşı yerdənsə, elə bəyək də ondan danışdıq. Onda gözəl mahnılar yaza bilirsən. Və bir yadda qalan səs məsələsi də dediniz, onu danışacağıq reklamlardan sonra. O demişdiniz, aktyorların, o vaxtki aktyorların səsi belə yadda qalır. O mövzunu istəyirəm sizlə danışaq. Amma hal-hazırda Teymur Süleymanbəylidən gözəl bir ifa səslənəcək. Buyurun.